Hörmətli iştirakçılar, hər birinizi salamlayırıq. Sizi müasir müəllim modeli mövzusunda keçirilən bugünkü onlayn görüşümüzdə görməkdən məmnunluq duyuruq. Müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, həm də motivasiya verən, istiqamət göstərən və şagirdlərin inkişafına yol açan bir liderdir. Bugünkü görüşümüzdə müasir müəllimin hansı keyfiyyətlərə sahib olmalı olduğu, tədris prosesində innovativ yanaşmalar, şagirdlərlə effektiv ünsiyyət və daim inkişafın əhəmiyyəti kimi mühüm mövzulara toxunulacaq. Tədbirimizin spikeri, pedaqoq və təlimçi Nərmin Məmmədlidir. Öz təcrübəsinə əsaslanaraq müasir təhsil sistemində müəllimin rolu və uğurlu müəllim modelinin formalaşması barədə dəyərli fikirlərini bizimlə bölüşəcək. Əminik ki, bu görüş hər biriniz üçün faydalı və ilham verici olacaq. Sizi aktiv iştirak etməyə, suallar verməyə və müzakirələrə qoşulmağa dəvət edirik. İndi isə sözü hörmətli Nərmin Məmmədliyə veririk. Buyurun Nərmin xanım, söz sizdədir. Salam, hər vaxtınız xeyir. Hər birinizi salamlayıram. Bugün biz müasir müəllim necə olmalıdır, onun haqqında danışacağıq. Və bizdə çox vaxt sual yaranır ki, müasir müəllim dedikdə ancaq cavan müəllimlər mi olur? Xeyr yoldaşlar, müasir müəllim dedikdə həmçinin bura biz yaşlı müəllimləri, yaşından asılı olmayaraq hər bir kəsi daxil edə bilərik. Bəs yaxşı, müasir müəllim modeli dedikdə biz bu müəllimdə hansı prinsiplər görməliyik, hansı etik davranışlar görməliyik? Və mən hal-hazırda gördüyüm qədərilə burada mənim şagirdlərim də var, abituriyentlər də var, həmçinin tələbələr də qoşulubdur və demək olar ki, əksəriyyəti müəllimlik üzrə oxuyur və gələcəyin müəllimi olacaqdır. Təbii ki də biz müasir müəllim olmaq üçün bir sıra şəxsi keyfiyyətlərə cavab verməliyik. Bunlardan ilk olaraq səbirli və anlayışlı olmaq, empatiya qurmaq, şagirdi anlamaq, daim öz üzərində işləmək əsas xüsusiyyətdir. Əminəm ki, bunların hər birini siz də bilirsiniz. Şəxsi keyfiyyətləri bilirik. Bəs bunları icra edirikmi? Mən təəssüf ki, çox müəllimdə bunu görmürəm. Hətta bir neçə müəllimin dərsində də olmuşam. Səbirli və anlayışlı olmaq çox təəssüflər olsun ki, səbri göstərə bilmirlər. Bəs bu nədən qaynaqlanır? Müəllim çox vaxt deyir ki, mən şagirdə dəfələrlə deyirəm, bunu belə et, elə et, amma müəllim orada şagirdin fərdi xüsusiyyətlərini nəzərə almır. Təbii ki də biz səbirli və anlayışlı olmaq üçün hər bir şagirdə də fərdi yanaşmalıyıq və daim öz üzərimizdə işləməliyik. Ən azından biz şagirdlə mehriban bir əlaqə yaratmaq üçün şagirdin ən xüsusi bir gününü də qeyd etmək lazımdır. İstər bunu məktəbdə və çoxu məktəbdə işləməyən müəllimlərdir, ancaq hazırlıq keçən müəllimlərdir ki, biz bunu məktəbdə qısa 2 dəqiqə belə olsa bunu qeyd etməliyik ki, artıq biz şagirdin uğurunu vurğulamaqla həmin şagirdə qarşı bizdə bir sevgi formalaşacaq. Həmin şagirdlə empatiya quracağıq. Bəs müasir müəllim hansı bacarıqları olmalıdır? Təbii ki də onlayn dərslərdən istifadə etməlidir və mən son dövrlərdə onlayn dərsin xüsusiyyətlərini, müsbətlərini çox görmüşəm və artıq onlayn dərslərə şagirdlər tərəfindən də çox maraqla qarşılanır. Proyektor və təqdimatlardan geniş istifadə etməlidir, test platformaları və interaktiv üsullardan geniş istifadə etməlidir. Bəzən proyektor dedikdə mənə belə sual ünvanlanır ki, hər hansısa bir məktəbdə bizdə o şərait yoxdur. Biz necə quraq proyektoru, təqdimatları, biz ancaq lövhə qarşısında dərs izah edə bilirik. Təbii ki də biz bunu nəzərə alırıq, amma biz müasir müəllim olmaq istəyiriksə, bir çox çətinliklərə də sinə gərməliyik. Yəni, mənim də məktəbimdə o proyektor yoxdur. Amma mən bu proyektoru öz cibimdən, öz büdcəmdən almışam ki, çünki mən bilirəm ki, uşaqların marağı artıq bu yönümlüdür, texnologiyaya maraq var. Bəli, test platformalarından geniş istifadə etməliyik. Artıq Google Formslar var ki, və şagirdləri onlayn sınaqlara daxil edə bilirik. Həmçinin həmin sınaqları özümüz də yaza bilirik. Biz bunu bilirik ki, şagirdlərin nə qədər praktik testlər versə, şagird artıq o qədər gözəl mənimsəyəcək testləri və interaktiv üsullardan istifadə etməliyik. Bunlara həm iş üsulları daxildir ki, və hər zaman da eyni üsullardan istifadə etmək təbii ki də şagirdi sıxacaqdır. Və ən son dövrdə şəxsən mənim özümün də icra etdiyi bir təhsil var ki, bu da hibrid dərsdir.
Hibrid dərsə üstünlük verməklə mən şagirdlərimdə daha çox irəliləyişlər gördüm. Bəs hibrid dərs nədir? Hibrid dərs sinxron və asinxron dərslərin birləşməsi deməkdir. Bəli, mən artıq bu gün məsələn bir şagirdim var ki, mənə dedi müəllimə, mən gələ bilməyəcəm, bir həftə sus içəri çıxarmışam. Bəs bu şagird dərsdən geri mi düşəcək? Bəs mən müasir müəllim olaraq bunun qarşısını necə ala bilərəm? Təbii ki də mən artıq burada hibrid dərsdən istifadə etməliyəm. Yəni şagirdlərə məktəb mühitində, dərs mühitində əyani şəkildə izah verməklə yanaşı, mən bunu evə də daşımalıyam. Hər hansısa bir linklər vasitəsilə, proqramlar vasitəsilə dərsi yenidən çəkməliyəm və dərsdə iştirak etməyən, üzürlü səbəbdən gələ bilməyən uşaqlara həmin dərsi yönəltməliyəm. Hibrid dərsin də üstünlükləri var. Bunlardan birincisi fərdi yanaşma imkanını artırır. Bəli, müəllim artıq şagirdlərə fərdi şəkildə hər birinin fərdi xüsusiyyətlərini bilərək yanaşır. Şagirdlər həm əyani, həm onlayn formada iştirak edə bildiyi üçün hər kəsin öyrənmə tempi və şərait nəzərə alına bilir. Bəli, hibrid dərsin ən əsas müsbət xüsusiyyəti budur. Dərsə əlçatanlıq genişlənir. Yəni, bax, bayaq dediyim kimi, xəstəlik, məsafə və digər səbəblər dərsdən geri qalmağa mane olmur. Məsələn, bilirsiniz də Bakıda güclü bir yağış yağdı, amma tətilə düşdü. Amma bu dərs prosesində olsaydı, əminəm ki, dərsə 2 şagird, bəlkə də heç gəlməyəcəkdilər. Artıq nə olacaqdı burada? Şagirdlər dərsdən uzaqlaşacaqdı. Həmçinin hibrid dərs texnologiyadan səmərəli istifadə edir. Yəni, müəllim video, təqdimat, interaktiv testlər kimi vasitələrlə dərsi daha da maraqlı edir. Və mən məsləhət görərdim ki, hər bir müəllimimiz hibrid dərsdə üstünlük versin və bəzi müəllimlərimiz var ki, hibrid dərsdən istifadə etməyi bacarmır və əyani dərsləri daha çox üstün tutur ki, bunun keyfiyyətləri daha çoxdur. Və mən bundan sonra da yəni yaza bilərsiniz, dərs necə çəkilir, dərsləri bölüşmək necə olur, hər bir iştirakçıya başa da salaram. Həmçinin hibrid dərs vasitəsilə təkrar və möhkəmləndirmə imkanı olur. Onlayn materiallar, video qeydlər, həmçinin hibrid dərsə sonradan yenidən də baxmaq olur. Bu isə əlçatanlığı artırır. Məsələn, hər hansı bir şagirdə yeni bir dərsi izah etdiniz. Şagird həmin dərsi anlamır və dəfələrlə həmin izaha baxmaqla artıq həmin dərsi şagird çox gözəl anlayacaq. Və vaxtımıza qənaət edirik. Məsələn, sinifdə bütün uşaqlar gəlir və mən uşaqlara deyirəm ki, uşaqlar, gəlin bu gün biz test tapşırıqları edək, praktikaya önəm verək. Və mən dərsin izahını sizə video kimi yollayacağam. Uşaqlar deyir, bəli müəllim, olar. Hətta buna çox sevinirlər ki, bəli müəllim, biz YouTube üzərində daha yaxşı öyrənirik. Və mən vaxta qənaət edərək uşaqlarla sinifdə daha çox işləyirəm və daha sonradan həmin video şagirdlərə göndərirəm və şagirdlər həmin videodan öyrənirlər. Növbəti dərs gəlirlər, yenə biz praktika edirik. Növbəti dərsin videosunu yenə yoxlayıram. Və biz artıq vaxta qənaət edirik. Yəni 45 dəqiqə olsun, 1 saat olsun, bu bizə kifayət etmir şagirdə öyrətməyə. Onun üçün biz dərslərimizi hibrid formasında qursaq, daha da əlçatan olacaq. Və hibrid dərs motivasiyanı da artırır. Müxtəlif formatlar şagirdlərin diqqətini daha da çox cəlb edir. Baxın, burada gördüyünüz kimi mən öz dərsimdən bir neçə hissəni sizə göstərirəm. Məsələn, YouTube kanalı açmışam və burada bir neçə dərsləri YouTube üzərində bu cür yerləşdirmişəm. Təbii ki də dərs prosesində dərs izah olunur. Amma YouTube-da yenidən biz onun videosunu atırıq ki, yenə deyirəm, dərsə gəlməyən olanda, dərsdə müəyyən üzürlü səbəbdən iştirak etməyən olduqda, biz artıq bu videoları şagirdlərə yollamaqla şagird dərsdən geri qalmır. Təbii ki də bunu edə bilməyən bir neçə müəllimimiz də var ki, təbii ki də mən onlara başa salacağam ki, bu dərslər necə yığılır, necə hazırlanır. Və şagirdlər onlayn təhsili sevirlər. Şagirdlər nə üçün onlayn təhsili sevir? Hətta mənim əyani hazırlığıma gələn bir neçə şagirdlərim də vardı ki, onlar əyani hazırlıqdan çıxdılar, dedilər, bəs müəllim, biz onlayını daha çox sevirik. Onlaynda daha çox başa düşürük. Çünki şagirdlər üçün onlayn təhsil rahatdır. Evdən çıxmadan dərsdə iştirak edirlər və onlayn təhsildə daha çox sərbəstlik var. Texnologiyaya maraqlı gəlir. Yəni, telefon olsun, planşet olsun, kompüterlərlə istifadə olsun. Təbii ki də burada şagirdlər savadlı şəkildə istifadə etməlidirlər. Valideyn şagirdə planşet alır, telefon alır və həmin şagirdlər telefondan oyun oynamaq üçün və başqa məqsədlər üçün istifadə etməməlidir.
daha çox bundan dərs məqsədi ilə, araşdırma məqsədi ilə istifadə etməlidir. Və yenə dediyim kimi, onlayn təhsil təkrarı artırır, vaxta qənaət edir. Yəni, burada yol problemi artıq olmur, interaktivlik var, testlər olur burada, fərqli oyunlar olur, platformalar olur. Hətta burada kart oyunları belə qurmaq olur ki, çox maraqlı alınır. Öz tempinə uyğun öyrənir şagirdlər, yəni tələsmədən, geri qalmadan dərsi mənimsəyirlər. Burada mən dərsimdən bir hissəni sizlərlə bölüşürəm. Burada proyektorla dərs keçmişəm. Baxın, bayaq dediyim fikri burada da təsdiqləyirəm. Yəni bizim məktəbdə mənim şəxsən sinifimə proyektor verilməyib. Mən öz əlimi cibimə atmışam, gedib proyektor almışam. Çünki indiki şagirdlərə baxanda həqiqətən də çantalarını mən qaldıra bilmirəm. O qədər ağırdılar ki, kitabların hər biri böyük və şagirdlərdə bel qüsuru yaranır, çiyin qüsuru yaranır və artıq görür ki, şagirdlər bu cür yeriyir. Onun üçün də biz şagirdləri də anlamalıyıq, başa düşməliyik və dərsləri proyektorla edəndən sonra şagirdlərə belə məsləhət görürəm ki, siz testlər gətirməyin. Mən bir dənə proyektor aparıram, testlər evdə işlənilir, səhvlər isə dərs müddətində verilir. Yəni, proyektorun köməyi ilə. Yəni, burada bir testi göstərməklə artıq test gətirməyən, testi olmayan şagirdlər də bundan faydalana bilirlər. Və biz onu da nəzərə almalıyıq ki, müasir müəllim fəda etməlidir. Yəni, hər sinifdə eyni büdcəli şagird yoxdur. Bunun yüksək imkanlısı da var, zəif imkanlısı da var. Hər bir şagird testi ala bilməz. Yəni, biz doğrudan da müəllim olmaq istəyirsə, bunu da nəzərə almalıyıq ki, bəs o imkanı olmayan şagird necə dərs öyrənəcək? Bu zaman biz ortaya düşməliyik və bir proyektor almalıyıq, proyektor vasitəsilə dərsimizi izah etməliyik. Hətta burada gördüyünüz kimi, şagirdə şəxsən mən telefon verirəm, heç özləri də gətirmir, yoxdur və bu telefon vasitəsilə testlərə çox qəşəng, yaxından izləyə bilirlər. Və bayaq dediyim kimi, iş üsullarından geniş istifadə etməliyik. Bəli, iş üsulundan indi müasir müəllimlər istifadə edir. Amma ənənəvi təhsildə, şəxsən mənim özüm də ənənəvi təhsili qurtarmışam, amma heç yadıma gəlmir ki, biz orada iş üsulundan istifadə edək. İş üsulundan istifadə etmək şagirdləri hara aparır? Onların bircə işləməsinə, onlarda ünsiyyətin formalaşmasına, özlərini qiymətləndirməsinə, yoldaşın qiymətləndirməsinə aparır. Onun üçün biz iş üsullarına xüsusi diqqət yetirməliyik. Sual yarana bilər. Bəzi şagirdlər var ki, ümumiyyətlə insanları sevmir, tək işləməyi sevir. Bəs bu zaman nə etməli? Elə gözəl iş üsullarımız var ki, Syncway. Qurun, verin uşağa Syncway fərdi şəkildə işləsin. Amma biz müəyyən bir çərçivə daxilində uşağı birinci fərdi elədik, sonra cütlərlə, sonra qrupla, sonra kollektivlə. Bu cür artıq biz uşağın ətrafını böyüdəcəyik. Bəzən uşaq çox fərdi işləməsi də onu inklüziv uşaq edir. Onun üçün biz nə etməliyik? İş üsullarından geniş şəkildə istifadə etməliyik. Bəzən olur, icmal yazırlar, həmişə eyni, qrupla. Və müəllimlər elə zənn edir ki, qrupla iş şagirdi daha irəli aparır, şagirdlərdə öyrənməni artırır. Xeyr, hər dərs qrupla olmaz. Çünki qrupla işdə müəllimə rahat gələn qiymətləndirmədir. Qrupu qiymətləndirir, amma orada artıq aktiv olmayan şagirdlər gözdən kənarda qala bilər. Onun üçün biz fərdi şəkildə də qiymətləndirmə aparmalıyıq, cütlərlə də qiymətləndirmə aparmalıyıq və onların qrupla iş zamanı apardığı prosesə də diqqət yetirməliyik. Dərsi daha effektiv edir iş üsulları, müxtəlif üsullar mövzunun daha yaxşı başa düşülməsinə kömək edir. Məsələn, hər kəsin bildiyi bir böyük iş üsulu var ki, biz həmin iş üsulu ilə şagirdi həm diaqnostik qiymətləndiririk, həm şagirdin baza biliklərini müəyyən edirik, həm də biz şagirdin nəyi bilib, bilmədiyini müəyyən edirik. Görürsünüz, sadəcə bir üsul dedim. Bir üsulla biz görün hara gedib çıxırıq. Şagirdlərin fəallığını artırır. Təkcə dinləmək yox, iştirak etmə imkanı yaradır. Fərqli öyrənmə tiplərini əhatə edir. Hər şagird eyni cür öyrənmir. Üsullar isə bunu daha da aktiv edir. Yəni, bayaq dediyim kimi, şagirdlərin bəziləri fərdi öyrənməyə üstünlük verir, bəziləri isə qrupla daha həvəs göstərir və yaddaşı gücləndirir.
Nə üçün yaddaşı gücləndirir qruplar, ümumiyyətlə iş üsulları? Bayaq dediyim sinif iş üsulu var, aksiyon var, klaster var. Yəni bunların hər birində artıq şagirdlər yazır, yoldaşının yazdığına da nəzər yetirir, yoldaşının dediyini də eşidir, görür. Yəni burada eşitmə, görmə, yazma hər biri bir-biri ilə əlaqəli şəkildə inkişaf edir və bu isə şagirdə çox müsbət inkişafına səbəb olur. Dərsi daha da maraqlı edir. Yəni eyni dərs olmur. Şagird artıq hər gün dərsə daha həvəsli gələcək ki, sabah gün müəllimə mənimlə yeni bir üsuldan istifadə edəcək və şagirdlər inanın ki, darıxmayacaq dərsdə və sinif o qədər qəşəng səssiz olacaq. Düzdür, sinifdə səs olmalıdır, amma bu səs xaotik səs-küy olmaması lazımdır və şagirdlərdə tənqidi düşüncəni formalaşdırır. Nə üçün tənqidi düşüncə? İndi mən sizə bir istifadə etdiyim iş üsulu haqqında göstərəcəm. Baxın, orada şagirdlərimdə artıq çox gözəl şəkildə tənqidi düşüncə formalaşır. Şagirdlər çünki burada artıq analiz etməyi və fikir bildirməyi öyrənirlər. Və biz çalışmalıyıq ki, dərsin mərkəzində özümüz olmayaq. Şagirdi hər zaman önə qoymalıyıq və təhsilimiz şagird yönümlü olmalıdır. Mən burada bir iş üsulundan istifadə etmişəm. Sadəcə burada video paylaşmaq olmur deyə şəkillərlə göstərirəm sizə. Deməli, bu üsulumuzun adı nədir? Mən bunu Kriplum kitabından götürmüşdüm. Mən kimim iş üsuludur. Amma mən bunu biraz dəyişdirilmiş formada elədim. Və 5-ci sinif şagirdlərinə dərs başa salıram. Burada xəbərlik şəkilçisi, ismin ümumiyyətlə kateqoriya şəkilçiləri var. Özüm Azərbaycan dili müəllimiyəm. Deməli, burada cəmlikdir, mənsubiyyətdir, haldır və xəbərlik şəkilçiləri. Yoldaşlar bunu ayırt edə bilmir. Bəzən onu həm mənsubiyyət, hansı halda yiyəlik şəkilçisi olduğunu ayırt edə bilmir. O qədər düşündüm, daşındım, axırda belə qərar verdim ki, ən yaxşısı mən şagirdlərə bir üsul qurum. Şagirdlər yarış formasında bunu daha yaxşı mənimsəyəcəklər və belə bir üsul qurduq şagirdlərlə. Mən onların arxasına keçdim. Sadəcə mən lövhəyə yazı yazdım. Bir söz. Məsələn, burada kitablarımızdandır sözünü görürsünüz. O sözü yazdım və sustum. Artıq yerdəki şagirdlər çıxan şagirdlərin suallarını cavabladılar. İsimdir, əşyadır, əlamət bildirir. Hə, yox, bundan başqa cavab verə bilməzlər. Əşyanın adını bildirir? Hə. Deməli, artıq tapdı. Sual verir. Kim sualına cavab verir? Xeyr. Nə sualına cavab verir? Bəli. Deməli bu. Sonra bunun leksik mənasına toxundu. Məktəbdə istifadə olunur. Nədir? Kitab. Artıq şagird bu cür tapmaqla və bilir ki, hansı şəkilçilər ardıcıllıqla qoşulur. Cəmlik var? Hə. Deməli, artıq şagird burada bildikdə cəmlik var. Tez bura lar şəkilçisini artıracaq. Mənsubiyyət var? Hə. Deməli, şagird bura ımız şəkilçisini artıracaq. Və neçənci şəxsi təbii ki də şagird soruşur. Birinci şəxsin təkidir, birinci şəxsin cəmidir. Və bu cür olduqda dərs o qədər maraqlı oldu ki, demək olar ki, mənim sinifimdə hər kəs ismin, kateqoriya, şəkilçilərini mənimsədi. Və mən bundan sonraki 5-lərimə də eyni bu üsulu tətbiq edəcəm və çox gözəl nəticə verdi. Və burada gördüyünüz kimi eyni üsullardan mən istifadə etmirəm. Burada da iş forması olaraq qrupla işlərdən istifadə etmişəm. Hətta burada şagirdlərin üzündə güllər açıbdır ki, çünki baxın görürsünüz, qrupla iş zamanı hər bir şagird çalışmalıdır. Və bəzən müəllim qrupla iş zamanı ancaq lideri qiymətləndirir və müəllimin özü lideri seçir. Müasir müəllim bunu etməməlidir. Və yaxud dediyim kimi, müəllim artıq arxa plandadır. Müəllim sadəcə göstəriş, yolu göstərir, şagirdlərin özü liderlərini seçir, özləri bircə şəkildə hazırlaşır, özləri təqdimat edir. Hətta deyərdim ki, qiymətləndirməni də müəllim etməsin. Şagirdlər özlərini qiymətləndirsə, bunlarda artıq tənqidi düşüncə də formalaşacaq. Digər bir əsas problemlərdən biri nədə görürəm mən? Müasir müəllimlərdə əsasən bu problem yoxdur, amma ənənəvi müəllimlərdə bu var. İnklüziv şagirdlərə yanaşmadır. İnklüziv şagird dedikdə bunların fərqli ehtiyacları olan, lakin ümumi təhsil mühitində adi sinifdə, yəni dərs alan şagirdlərdir. Bəzən elə bilirlər ki, elə autizm olan uşaqlar ancaq inklüziv şagirddir. Xeyr, bəzilərinin görmə zəifliyi ola bilər, eşitməsi, anlaması, yaddaş problemi olsa belə,
Biz bunları inklüziv şagirdlər sırasına daxil edirik. Belə bir sual yarana bilər. Niyə bunlar üçün ayrıca məktəb yox da? Amma eyni məktəbdə təhsil alır. Çünki bunlarda əməkdaşlıq formalaşır, bölüşmə bacarığı formalaşır. Bircə olduqdan sonra təhsil daha da keyfiyyətli olacaqdır. Yəni bir-birlərinə kömək edirlər. Fiziki məhdudiyyət dedikdə, yəni yenə deyirəm, burada eşitmə və görmə, öyrənmə çətinlikləri, disleksiya, psixoloji davranış və fərqlər ola bilər. Xüsusi istedadlı, yüksək qabiliyyətli uşaqlar da bu qrupa daxil edilə bilər. Bəzi uşaqlar var, olduqca savadlıdır, hətta bunları da belə daxil edə bilərik. Deməli, inklüziv şagirdlər demişkən, bəzi müəllimlərin etdiyi ən böyük səhvlər nədir? Deməli, valideyn gəlir, dərsə girir müəllimin icazəsi ilə ki, dərsdə qızımı izləmək istəyirəm və yaxud da oğlumu izləmək istəyirəm. Valideyn gəlib deyə, müəllim artıq dərsə məsələn fidanı çıxarır. Ancaq fidana sual verir, 2 dəqiqədən bir fidana dönür. Niyə? Çünki onun valideyni sinifdədir. Bu yanlış yanaşmadır. İstər valideyn gəlsin, istər direktor gəlsin, siz hər bir şagirdə eyni şəkildə yanaşmalısınız. Yəni birinə daha artıq sual verin ki, bunun valideyni buradadır. Artıq burada ayrı-seçkilik yaranır və bərabərlik pozulacaqdır. Müasir müəllim inklüziv şagirdlərə necə yanaşmalıdır? Yəni burada dediyim kimi fərdi yanaşma tətbiq etməlidir. Yenə qeyd edirəm burada, fərdi yanaşma dedikdə ancaq gedib sinifdə onun başının üstündə durmamalıdır. Həmçinin bu şagirdi daha da çox utandıracaq. Bir dəfə mən bir əvəzedici sinifə girdim. İlk dəfə idi həmin sinifə girirdim. Sinif olaraq çox savadlı sinif idilər. Sadəcə olaraq orada bir uşaq vardı. Mən nə danışırdım, nə qayda başa salırdım. Ümumiyyətlə obrazları xarakterizə edirdik. Uşaq hər şeyə gülürdü. Ciddi söhbətə belə gülürdü. Məndə belə təəccüb yarandı. Uşağı tanımıram, heç birinin xarakterinə bələd deyiləm ki, bəs bu uşaq niyə gülürdü hər şeyə? Başladılar sinifdə, uşaqlar dedi, müəllimə, onda çatmır. Müəllimə, o onsuz da gülür, boş verin müəllimə. Görürsünüz, bunların hər biri müəllimdən qaynaqlanır ki, əvvəldən bazanı elə qoymaq lazımdır ki, suallara cavab verəcəm. Əvvəldən bazanı elə qurmaq lazımdır ki, artıq şagirdlər uşaqlara o cür yanaşmasınlar. Həmin şagird də inklüziv idi, amma şagirdlər ona o sinifdə gülürdülər. Sonradan uşaqları qırağa çəkmişəm, başa salmışam, olmaz belə, hə müəllim belə bağışlayın. Amma bir dəfə başa salmaqla olmur axı. Dəfələrlə biz onlarla danışıq aparmalıyıq, valideynlərlə danışıq aparmalıyıq. Səbirli və anlayışlı olmaq lazımdır. Bu şagirdləri bəzən daha çox vaxt və diqqət tələb edir. Dəqiqə gözləyin, burada bir sual var idi. Salam müəllim, şagird çox sakitdirsə, amma savadı yaxşıdırsa, dərsdə necə aktiv etmək olar? Deməli, mənim bir şagirdim var, çox sakitdir. Hətta bir ay mən o şagirdi oxumayan şagirdlər sırasına daxil etmişdim. Gəldi summativ yazanda şagird 90+ aldı. Mən onu izləməyə aldım. Dedim, ola bilər ki, bu şagird köçürübdür. Deməli, biz hər bir şagirdin fərdi ehtiyaclarını nəzərə almalıyıq. Həmin şagird lövhəyə çıxıb dərs danışmaqdan çox utanırdı və mən həmin şagirdə fərdi yanaşdım. Məsələn, dərsi gətirib mənə şəkillərlə göstərir. İndi orada gəlib toxunacam mən sizdə və yaxud da başqa bir şagird şəkil çəkərək, başqa bir şagird yazaraq fikrini çatdıra bilər və biz o cür də qiymətləndirə bilərik. Dərsi biz daha çox şəkil, videolarla izah etsə şagirdlərin marağına səbəb olacaqdır. Çünki burada həm eşitmə, həm görmə qabiliyyəti yaxşı olan şagirdlər dərsi yaxşı mənimsəyəcəklər. Deməli, bayaq sual verilmişdi ki, şagird çox səssizdirsə, biz onları necə dərsə yönəldə bilərik? Baxın, bu qızım hal-hazırda da səhv eləmirəmsə buradadır. Bu qızım düzdür, dəcəldir, amma sizə deyim ki, dərsə gəlib danışanda çətinliklər çəkir. Amma buna desən bir esse yaz, inşa yaz, o qədər gözəl şəkil çəkməklə fikrini çatdırır. Bəs mən bunu qiymətləndirməyim? Yüksək səviyyədə mən bunu qiymətləndirməliyəm. Çünki artıq burada şagird öz əməyini ortaya qoydu. Və yaxud da bu cür şagird. Burada isə interaktiv yanaşıbdır. Hər inteqrasiya yaradıb, istər coğrafiya, biologiya, hər bir kitabdan fərqli bir hissələri kəsib birləşdiribdir. Təbiət mövzusunda olan bir dərsimizdə
şagird hər bir üsuldan istifadə edərək birləşdirib. Şagird gəlib dərsi danışmayıb mənə. Sadəcə belə bir təqdimat hazırlayıbdı və mən bu şagirdi qiymətləndirməyib, qiymətləndirməliyəm. Yəni bu cür şagirdlərə fərdi yanaşaraq, onların ehtiyaclarını nəzərə alaraq da qiymətləndirmək olar. Və yaxud da bu şagirdimə baxın, burada da hər hansısa bir şəkil, ağacı çəkibdir və burada həmin ağac haqqında öz fikirlərini də yazıbdır. Bəzi şagirdlər var ki, deyir, müəllim, mən yazaraq yaxşı öyrənirəm. Nə edirik? Onu lövhəyə dəvət edirik və lövhədə həmin sözləri bir-bir izah edirik, nümunələr göstəririk. Hər bir şagirdə fərdi yanaşmalıyıq, biz onların ehtiyacını nəzərə almalıyıq. Dərsi qışqıraraq yox və şagirdlərə sevdirərək öyrətmək lazımdır. Hətta şagirdlər sizi sevdikdən sonra siz səsinizi qaldırsanız belə şagirdlərin nifrətinə səbəb olmayacaqdır. Mən məsləhətim odur ki, şagirdlərə birinci sevginizi verin. Siz onları sevsəniz, onlar 10 qat sizə qayıdacaq. Siz bir qat sevgi göstərsəniz, 10 qat sizə qayıdacaq. Həqiqətən deyirəm, şagirdləri çalışın ki, sevin. O zaman şagirdlər də sizi sevəcək. Və hər bir şagirdə fərdi yanaşmalıyıq. Bəzən müəllimlər elə zənn eləyir ki, mən 45 dəqiqəni keçdim, qutardı. Amma şagirdlərlə əlavə məşğul olmurlar. Məsələn, bizdə elədir ki, mən indi də başlamışam artıq şagirdlərlə fərdi oxu saatlarımız olur, sinifdən xaric oxu saatlarımızda. Deməli, indiki şagirdlərdə əsas problem nədir və imtahan sistemi də dəyişilibdir. Deməli, şagirdlər oxuyub anlaması çox zəifdir. Biz həmin oxuyub anlamanı isə qaldırmaq üçün 5-ci sinifdən, hətta ibtidai sinifdən çalışmalıyıq. Biz onlara əlavə oxular göstərməliyik. Əvvəl gedirdim metroda, hər kəsin əlində kitab, avtobusda hər kəsin əlində kitab olurdu, oxuyurdular. Və o qədər gözəl anlayırdılar ki, amma indi hara baxırsan, hər kəsin əlində telefon, planşet. Bunlardan da savadlı şəkildə istifadə etmirlər. WhatsApp, Instagram, başqa şeylər üçün istifadə edilir, başqa məqsədlər üçün istifadə edilir. Bu da şagirdin oxuyub anlamasının qarşısına bir əngəl çəkir. Biz onun üçün müəllimlər olaraq və valideynlər olaraq öz övladımız, öz şagirdlərimiz üçün oxuyub anlamanı irəli aparmalıyıq. Bəs qiymətləndirmə də bizim əsas problemlərimizdən biridir. Çox müəllim də mən bunu görmüşəm. Çox vaxt qiymətləndirmə dərsin sonunda edir. Məsələn, Əli danışdı, dərsin sonu oldu, gündəliyi gətir, qiyməti yazdım və çox vaxt qiymət yazmaq bilirik ki, artıq olmaz və burada valideynlərimiz də çox qoşulubdur. Valideynlərə də buradan səslənirəm ki, xahiş edirəm sizlərdən, uşaq gələndən sonra onun gündəliyini açıb deməyin, müəllimə zəng eləməyin ki, bəs müəllim, mənim uşağıma yazmışsınız ki, obrazları xarakterizə edir. Bu nə deməkdir? Bu 3-dür, 2-dir, 1-dir. Yəni, artıq qiymətləndirmədir. Hətta səviyyələr belə çıxıbdır. Biz səviyyələr üzrə 1-ci, 2-ci, 3-cü, 4-cü səviyyə yığışdırılıb yoxdur. Biz şagirdi qiymətləndirərkən dərs prosesində qiymətləndirməliyik. Həmən onlara o dəqiqə rəy verməliyik. Dərsin sonunu saxlamamalıyıq və şagirdi qiymətləndirərkən də biz onları sözlərlə qiymətləndirməliyik. Belə bir şey var ki, hətta bunu çox görmüşəm. Yəni, bu ildən bizdə də bəzi metodistlərlə də danışıqlarımız olubdur. Deməli, nədir əsas problem? Biz standartı yazırıq. Standartdan məqsədi də çıxarırıq. Amma biz gətirib, məsələn, obrazlar haqqındadır dərsimiz, axırda da yazırıq ki, dil qaydalarını bilir. Biz standartlardan məqsədi çıxardıqdan sonra həmin şagird sinifdə ümumiyyətlə nə fəaliyyət edibsə, ona uyğun qiymətləndirməliyik. Nə fəaliyyət edibsə, müəllimlər necə yazır? Obrazları qismən xarakterizə edir. Obrazları yaxşı xarakterizə edir. Müəllimin köməyi ilə xarakterizə edir. Bu yanlışdır. Yaxşı, qismən, nisbətən bunlar da proqramdan çıxıb, yoxdur belə bir şey. Müəllim fəaliyyəti qiymətləndirməlidir. Mətni şifahi şəkildə nəql edir, obrazları xarakterizə edir. Yəni, fəaliyyətlər, hansı fəaliyyətləri icra edibsə, onları ayrı-ayrılıqda qiymətləndirir. Və müasir təhsildə qiymətləndirmə, yenə dediyim kimi, bal verməklə deyil, şagirdin inkişafını izləməkdir. Və müəllim, görmüşəm, qıraqda qalır, heç nə bilmir, bilməyən şagirdi qiymətləndirmir. Axı, sən onu dərs prosesində üzdən oxutmusan, üzdən oxumaya cavab veribdir. Sən niyə onun üzdə oxumasını qiymətləndirmirsən? Yenə deyirəm, 2026-da o qiymətləndirmə çıxarılıbdır səviyyələr üzrə.
Şagird üzdən oxumanı yaxşı bacarır. Onun üçün qiymətləndir. Niyə sən şagirdə yazırsan ki, şagird heç nə bacarmır? Şagird suallara cavab vermir. Bu yanlışdır. Bu yanlış yanaşmadır. Deməli, biz formativ qiymətləndirmədən davamlı istifadə edirik. Bilir ki, formativ qiymətləndirmə şagirdi gələcəyə aparır. Summativ isə şagirdin keçmiş bilişlərini yoxlayır. Və onun üçün də formativ qiymətləndirməyə xüsusilə üstünlük verməliyik ki, şagirdləri inkişaf elətdirə bilər. Yəni, biz burada şagirdləri sual-cavab, kiçik tapşırıqlar və müşahidə etməklə də qiymətləndirə bilərik. Və beləliklə şagirdlərin güclü və zəif tərəflərini də görə bilərik. Qiymətləndirmə meyarları da əvvəlcədən şagirdlərə bəlli olmalıdır ki, ey mənim şagirdim, mən səni hansı meyarlar əsasında qiymətləndirəcəm? Ənənəvi təhsildə bu vardır? Xeyr. Amma müasir müəllim bunlara cavab verməlidir. Müasir müəllim bu meyarları nəzərə almalıdır. Şagird bilməlidir ki, onun hansı fəaliyyəti qiymətləndirəcək. Fərdi xüsusiyyətlər nəzərə alınmalı, hər şagird eyni deyil. Bəziləri tez öyrənir, bəzisi daha çox vaxta ehtiyac olur. Bunun üçün biz hətta sinifdə gözləmə vaxtı verməliyik. Müasir müəllim isə bunu nəzərə alır və bunu uyğun qiymətləndirir. Biz nəticəni yox, prosesi qiymətləndirməliyik. Və bu isə şagirdlərin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Ümumiyyətlə, bunu demək istəyirəm ki, sizə, müasir müəllim sadəcə müəllimlik bizim üçün bir peşə olmamalıdır, bu bizim üçün bir vəzifədir. Çalışmalıyıq ki, bu vəzifəni də vicdanla yerinə yetirək. Və hər bir müəllim öz peşəsini vicdanla yerinə yetirsə, əminəm ki, o doğrudan da müasir müəllim olacaqdır. İndi isə sizin suallarınızı cavablamaq istəyirəm. Nə sualınız varsa yazın gəlsin. Sinifdə inklüziv uşaqlar var və akademik göstəricilər də yaxşıdır. Bu uşaqlarda amma sinif daxili qaydalara fikir vermirlər və nəticədə sinifin idarəsi itirilir. Bu vəziyyətə nə edə bilərik? Leyla xanım, bu cür hallarla çox rastlaşmışıq. Bunu necə edə bilərsiniz? Sinifdə prosedurlar qura bilərsiniz, idarə. Amma bunu siz özünüz qurmayın da. Sinifdə şagirdlərlə bir yerdə qursanız, elə həmin inklüziv şagirdlərlə bir yerdə qursanız, məsələn, sinif yoldaşın danışanda onun sözünü kəsməməlisən. Baxın, bu cür qaydalar qursanız, artıq onun özü qrup deyə həmin qaydalara riayət edəcəkdir. Yəni, çalışın ki, bunu şagirdlərlə qurun. Salam müəllimə, şagird dərsdə sual verməkdən çəkinirsə, onu necə açmaq olar və sinifdə çox utancaq uşaqlarla necə işləmək daha düzgündür? Yenə dediyim kimi, şagirdləri qismən etmək olar ki, biz şagirdlərə daha çox qapalı suallar verək. Qapalı suallar, məsələn, şagird onun cavabını bilir də, çox vaxt qapalı suallarda rahat verməlisiniz və şagirdə gözləmə vaxtı verin. Yəni, bu gözləmə vaxtı nədir? 1 dəqiqə verməyin. Qoyun şagird fikrini toparlasın, 3 dəqiqə ərzində sizə fikrini desin. Və artıq qapalı sualları verdiksə, şagirdin heç özü də bilmədən siz ona yavaş-yavaş açıq suallara yönləndirin. Açıq suallar da şagirdin tənqidi düşüncəsini daha çox inkişaf elətdirəcək. Çox sağ olun. Başqa sual olan var? Valideynlər də suallarını yaza bilərlər müəllimlər haqqında. Təkcə müəllimlər yazmasın. Müəllimlik ixtisasını oxuyan tələbəyə təbii ki də MİQ-i məsləhət görürəm. Get-gedə artıq MİQ çox çətinləşir, suallar çətinləşir. Magistrın heç bir təsiri olmur. Əgər magistr oxuyub universitetdə dərs deyəcəksinizsə, təbii ki də oxuyun. Amma məktəbdə dərs deyirsinizsə, heç bir fərqi olmur. Yəni, MİQ-i məsləhət görərdim ki, hətta 3-cü kursdan oturun, hazırlaşın MİQ-ə güclü dərəcədə. Salam müəllim, sinifdə nizam-intizamlı, məsuliyyətli, çalışqan şagirdlər təqdir edilməsi, fərqləndirilməsi digər şagirdlərin nadir şagirdlərin müsbətə qiymətləndirməsi təsir edir. Bu, ümumiyyətlə, kurikulumda da var. Müsbət gücləndirmə və neqativ gücləndirmə anlayışları və biz şagirdləri müsbət gücləndirmə edərək onları tərifləyə bilərik. Bu, onları daha da müsbət aparacaqdır. Sualı bir də oxuyum mən. Çox sağ olun, Nuraynə xanım. Bəs mənim artıq 2 ay qalıb tədris ilinin bitməsinə, bu halda gec deyilmi sinif qaydaları təyin? Siz axı onu ilin başından tətbiq etməliydiniz. Hətta prosedur elə bir şeydir ki, bir dəfəyə şagirdlər öyrənmirlər.
Məsələn, sinifdən çıxanda partaların altına baxın, çantanızı yığın, sinifin təmizliyinə əmin olun və çıxın. Şagirdlərin bunu 20 sinifdə 20 şagird varsa, ilk dəfə bu proseduru tətbiq edən şagirdlərdən ikisi olacaq. Sonra 3-ü, sonra 4-ü, sonra 5-i. Yəni belə-belə artacaq. Yəni necə praktikaya əsaslanmalıdır? Siz artıq onu vərdiş halına gətirməlisiniz ki, bəli, 2 ay qalıb gecdi, amma yenə də etmək olar. Sentyabrdan siz onları bircə şəkildə etsəniz daha yaxşı olar. Məsələn, mən işlədiyim məktəblərdə bunlara çox önəm verirəm. Hətta indi mənim sinifimdə də növbətçilər var. Hər biri o qədər gözəl yoxlayırlar, hər şeydən əmin olurlar, sonra sinifdən çıxırlar. Salam dəyərli müəllimə. Təlim üçün minnətdaram. Mən ibtidai sinif müəllimiyəm. Həm qiymətləndirmə meyarı ilə yazıram, həm də rəqəmlə. Rəqəm olanda uşaqlar başqa cür motivasiya alırlar. Öyrənmək istərdim bu səhv sayımı. Yox, qiymətləndirmə ilə qiymət yazmaq olmaz. Çünki artıq bir yoxlama gəlsə, o sizin üçün bir mənfi olacaqdır. Yenə deyirəm, artıq səviyyədə çıxıb, qiymətləndirmədə çıxıbdır və çalışın ki, qiymətləndirmədə mənfiyə yönəlməyin. Ən azından deyirəm ki, o şagirdin bir müsbəti yoxdursa, o müəllimin günahıdır. Siz həmin şagirdi bir irəliyə aparmağı bacarmalısınız da. Ən azından üzdən oxuya bilir, şəkil çəkə bilir. Onun üçün qiymətləndirin də şagirdi. Fəaliyyəti qiymətləndirmək lazımdır artıq. Bizdə zəif 2 alan şagirdin nümunə meyarı deyərdik. Yenə deyirəm, zəif əgər 2 alan şagirddirsə, onların fərdi ehtiyaclarını nəzərə almaq lazımdır. Düzdür, oxumayan, heç nəyə maraq göstərməyən şagird düzdür 2 alır. Amma biz onları həvəsləndirsək, bayaq digər müəllimə dediyimi də burada da deyirəm. Yəni müsbət gücləndirici, hətta bəzən mən də cəza tədbirləri də görürəm. Cəzalar da necə olur? Tənəffüslərini əllərindən alıram və yaxud da artıq tapşırıq verirəm. Bu kimi siz də cəza tətbiq edə bilərsiniz, amma həmin cəzalar ya tənəffüsün əlindən alınması olmalıdır, yəni şiddət yox. MÜQ üçün hazırlaşarkən hansı mənbələr daha etibarlıdır? Öz-özünə hazırlamaq daha effektiv yoxsa? Təbii ki də hər hansısa bir təlimçi ilə hazırlaşmaq daha da yaxşıdır ki, çünki onların təcrübəsi çoxdur və bilinir ki, artıq hansı test və saitləri daha çox düşür. Hazırlıq keçmək üçün uşaqları necə cəlb etmək olar? O gələnlər çox razıdır, amma azdır. Hazırlıq keçmək üçün, deməli, əyani hazırlıq üçün mütləq sən həmin ərazidə tanınmalısan, amma onlayn hazırlıq keçmək istəyirsənsə, sən sosial şəbəkədə tanınmalısan. Bunun üçün də düzgün sosial şəbəkəni idarə etməlisiniz. Yəni, mənim sosial şəbəkəmə girib baxa bilərsiniz, oradan nümunələr götürə bilərsiniz. Dərsin bir hissəsini sosial şəbəkədə artıq siz bölüşsəniz, paylaşsanız, digərlərin marağına da səbəb olacaq və görəcəksiniz ki, sizdə artıq nə qədər mesaj gəlir ki, sizin hazırlığa tələbələr yazılsın. Çünki qıraqdan adi bir həkimə gedəndə belə biz onu Instagramdan axtarırıq ki, bu həkim necə həkimdir. Birinci Instagrama baxırıq. Görürük ki, bunun izləməsi, like çoxdursa, deməli, mən bu həkimə gedəcəm. Əslində, müəllim də özünü sübut etməlidir. Müəllim özünü göstərməyi bacarmalıdır. Müəllim niyə bu biliyini gizli saxlasın ki? Onun üçün də mütləq şəkildə, bəli, biz hazırlıq keçmək istəyirsə, nə etməliyik? Özümüzü tanıtmalıyıq. Deyəcək. Sonra sualı olan var. Sualları itirdim mən deyəsən. Burada salam müəllimə, mən ilk dəfədir onlayn dərslə başlamaq istəyirəm, ancaq ki, danışa bilmirəm, nitqim tutur, həyəcan keçirəm, özlərimdə gün-gün. İnanın ki, ilk dəfə məndə açıq dərsə girəndə mən özümü itirdim. Azərbaycan dil müəlliməsi olmağıma baxmayaraq, bir sözü digərinin arxasına qoşub deyə bilmirdim. Çalışmalısınız ki, bu riski gözə alasınız və ondan sonra o qədər rahat olacaqsınız. Axırıncı dəfə mənim açıq dərsimə 8 dənə təlimçi gəldi, oturdu. Mənə dedilər, siz niyə bu qədər rahatsınız, heç nədə çaşmadınız, hər şey o qədər sənsiz ki, heç elə bir biz yox idik. Çünki dedim, artıq mənim neçənci açıq dərsimdir. Çünki artıq mən özümdən və şagirdlərimdən əminəm. Siz özünüzdən, savadınızdan əminsinizsə, ümumiyyətlə çalışın ki, o həyəcanı keçirməyəsiniz. Çox sağ olun. Instagram hesabım bəli, Nərmin Məmmədli 06. Salam müəllimə, onlayn hazırlıqda uşaqlar qrup şəklində necə bir yerə yığa bilərəm? 9 ildə hazırlıq keçirəm, ancaq əyani olub. Necə edə bilərəm onlayn üzrə daha effektiv olsun? Onlayn təhsilin effekti daha çoxdur. Onlayn təhsil keçəndə çalışın ki, uşaqların görüntüsünü açdırın və uşaqlarla göz kontaktı qurmağı bacarın. Çünki indiki uşaqlar o qədər çox bilmiş olurlar ki, burada müəllimlə görüntü açıqdır, ekranı bölürlər 2 yerə, orada da başqa şeylə məşğuldurlar.
Onun üçün də onlayn təhsildə çalışın, göz kontaktı qurun və tez-tez şagirdlərə izah elətdirin sualı. Məsələn, birinci sualı sən Əhməd düz yazmısan, amma Fatimə səhv yazıbdır. Fatimənin səhvini Əhməd izah eləsin və bu cür artıq şagirdlərdə hər an bir həyəcan yaranacaq ki, müəllim bunu məndən soruşacaq, müəllim bunu məndən soruşa bilər, ona görə mən dinləməliyəm müəllimi. Salam, riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıram. Öz inkişafımız üzrə magistr təhsil məsləhət görürsünüz, yoxsa çətinləşdiyi üçün ancaq mən təbii ki də magistrın müsbətləri çoxdur. Mən nəyə görə deyirəm? MİQ artıq ildən-ilə çətinləşir. Yəni mən magistr təhsili almamışam. Məndə ancaq bakalavrdır. Amma inanın ki, magistr təhsili alan kəsilib, amma mən bakalavr təhsili ilə işləyirəm. Yəni uşaqları necə yığa bilərik, necə tanımaq olar? Uşaqları tanımaq üçün ümumiyyətlə onlayn təhsildə birinci siz 2 və yaxud da 3 dərsi pulsuz şəkildə sınaq dərsi eləməlisiniz. Həm uşaqlar sizə alışsın, həm də siz uşaqlara alışın qarşılıqlı. Sizcə onlayn dərs sinif dərsi qədər effektiv ola bilərmi? Vallah onlayn dərs daha effektlidir. Yəni bunun altını qırmızı xətləyirəm ki, onlayn dərsin effekti çox gözəldir. Amma qeyd edeyim. Onu keçə bilən müəllimə. Məsələn, mən onlayn dərsi keçirəm, bayaq təlimdə də vurğuladım. Orada mən YouTube üzərində dərslərimi də gördünüz də. Mən ilk dəfə YouTube açanda sadəcə əyani dərs üçün şagirdlərimi açmışdım. Əyani hazırlıq üçün. Daha sonra baxdım ki, qıraqdan mənim videolarım baxış yığır. 10 baxış, sonra indi 800 min birinə gəlir, belə gəlir, yığılır. Artıq məndə bir həvəs yaranır ki, mən deməli başqa şagirdlərin həyatına da toxuna bilirəm. Adicə onların bir duası belə mənə bəsdir. Ay müəllim, Allah sizdən razı olsun ki, təmənnasız bizə bu videoları açıq qoyursunuz. Çox sağ olun. Əzi də qırmızı diplomu fərqlənmə ilə bitirən gözəl Nərmin müəllimə. Bəli, universitetdə çox çətinliklə o qırmızı diplomu axır ki aldım. Riyaziyyatda çox alınmır onlayn dərs. Bilirəm, riyaziyyat çox çətindir. Artıq riyaziyyatı həftədə 3 dəfə eləməlisiniz. Azərbaycan dili elədir ki, bilirəm, bu haqsızlıqdır. Azərbaycan dilini həftədə 2 dəfə eləyib hazırlıq pulunu ilə, yazıq riyaziyyat müəllimlər 3 dəfə, 4 dəfə eləyir, yenə də eyni pul alır. Riyaziyyat çətindir, amma yəqin ki, siz Zoom proqramından istifadə etməyi bacarırsınız da. Ümumiyyətlə, riyaziyyatdan indiki uşaqlar qavraması aşağı səviyyədədir. Praktika zamanı tələbəyəm sinif idarə etməsində çətinlik çəkəndə hansı üsullar daha effektiv olur? Ən çox hansı çətinliklər yaşanır və bu vəziyyətdə necə davranmaq daha doğrudur? Mən bilməliyəm ki, birinci, siz hansı dərsi tədris edirsiniz, o dərsə uyğun mən sizə iş üsulu deyə bilərəm. Və fənni, məsələn deyirəm, Azərbaycan dili müəllimsinizsə, çalışın birinci dərsin önündə qəşəng bir motivasiya qurun, dərsə giriş eləyin, şagirdləri düşünsün. Bu motivasiyanı da qapalı qurmayın da, açıq suallarla qurun ki, hərəsi bir cavab versin, hətta bir-birlərinin fikri ilə razılaşmasınlar, sinifdə artıq sağlam rəqabət formalaşsın. Xarici dil müəllimi. Deməli, bir dənə müəllimin dərsində oturmuşdum mən, rus dili müəllimi. Deməli, orada meyvələr haqqındaydı. O qədər gözəl motivasiya qurdu ki, hətta sonradan belə butulka içərisinə yazılar atmışdı. Həmin yazıları su eləyirdi. Sonradan hər 4 şagirdi lövhəyə çıxartdı. Həmin şagirdlər belə butulkanı çevirərək həmin yazıları oxuyub ən çox söz yazan şagird qalib olurdu. O qədər gözəl, o qədər xoşum gəldi. Hətta dedim ki, müəllimə, sizin bu üsulunuzu mən uğurlayıram, mən öz sinifimdə də idarə edəcəm. Daha sonra meyvələr vardı. Bir meyvəni o birinə atırdı, tez adını deyirdi. O biri onu atırdı, adını deyirdi. Yəni həmin meyvənin sonu ilə qurtarmalıydı. Nəsə belə çox maraqlı idi. Videoları necə hazırlaya bilərəm? Səhifədə paylaşmaq üçün ibtidai sinif üzrə necə videolar paylaşa bilərəm ki, uşaqlarda maraq yaransın, onlayn hazırlığa qoşulsunlar. Təbii ki də siz birinci videoları hazırlamağı bacarmalısınız. Mobizm uygulaması var, bir çox uygulamalar var ki, bunu mən şəxsidə də yazsanız, mən sizə həmin proqramların adını göndərərəm. Çox effektiv olur, çox gözəl videolar hazırlamaq olur və bəzən mən nəyi görmüşəm, müəllim oturur, onlayn dərs və yaxud da onlayn video hazırlayır. Salam uşaqlar, isim əşyanın adını bildirir, kimlə, harası ona cavab verir, video çəkdir. Mən müasir müəlliməm, çünki mən video çəkmişəm. Bu sizi müasir etməyəcək. Siz artıq o videoda danışırsınızsa, mənim videolarıma baxarsınız, buradan bir də görürsən zürafə çıxır, buradan yağış yağır. Yəni, nə haqqında danışıramsa, orada onun smayliklərini də qoyuram ki, şagirdin daha da marağına səbəb olsun. Çünki mən durub belə danışım, şagird bezir axı həmin müəllimi neçə dəqiqə görsün. Yəni, sən buradan bir nələrsə et də.
Mən təzə bitirən il uşaq hazırlaşdırırdım. Sadəcə yuxarı siniflər mənə müraciət etmirdi ki, siz məktəbdə işləmirsiniz, ancaq aşağı siniflər bazı üçün gəldi. Sınaq dərs şansı belə yaranmırdı yuxarı siniflərə. 1-2 il sonra ümumiyyətlə dayandırdım hazırlıqları. Bunu necə düzəldə bilərəm? Niyə? Mənim ətrafımda o qədər müəllim var ki, ümumiyyətlə məktəbdə işləmirlər, amma o qədər savadlı və yüksək nəticələri olur ki. Bilmirəm valideynlər niyə buna belə yanaşırlar, amma məncə səhv yanaşmadır. Əgər sizin nəticəniz varsa, onun dəxli yoxdur. Yəni, ən azından uşaq sizin yanınıza 2 ay gələcək, sınağa gedəcək və görəcək ki, həqiqətən siz savadlı müəlliməsiniz, Sevinç müəllimə. 1-2 il sonra gərək siz hazırlıqları dayandırmayaydınız. Çünki mən YouTube açanda, mən YouTube-da videolar paylaşanda bəziləri mənfi yazırdı. Onda gərək mən YouTube-u silərdim və yaxud da Instagramda hesab açmışdım. Bəziləri mənfi yazan da olurdu, müsbət yazan da olurdu. Sonradan mənim metodlarım sevildi. Başqa müəllimlər yazdı ki, biz də artıq bu metodlardan istifadə edəcəyik. Yəni, hər mənfi yazana fikir versəm, gərək siləm. Yəni, sizin hədəfiniz varsa, heç kimə fikir verməyin. Bir uşaqla da olsa siz o hazırlığa başlasaydınız, bəlkə də 2 ilə sizin 22, 32, 42, 52 uşağınız olardı. Riyaziyyat fənnində bu cür metodlardan istifadə etmək olmur, ya oyunla. Riyaziyyat fənnində niyə olmur ki? Elə riyaziyyatın ürəyi nədir? Eylerven diaqramı. Ta biz dəlil eləmişdi. Riyaziyyat müəllimləri niyə Eylerven diaqramından istifadə etsin də? Məsələn, nə deyirəm? İndi mənim riyaziyyatdan çox başım çıxmır. A çıxılsın B-nin kvadratı düsturunun müxtəsər vurma düsturu gedir də. Məsələn, A üstəcə B-nin kvadratında burada nəsə belə Eylerven diaqramı qura bilərsiniz. Və yaxud da ki, 2 dənə 3 bucaq verə bilərsiniz. Yadımda deyil, katetlərin kvadratı cəmi hipotenusa bərabərdir. O vaxtdan artıq 8 ildir bitirmişəm, amma yadımda qalıb az çox. Eylerven diaqramı qura bilərsiniz. Yəni, riyaziyyatda ən çox sevilən metod bildiyimə görə odur. Onları hansı proqramla düzəldə bilərəm? Mən çox xahiş edirəm, şəxsimə yazın, mən şəxsidə sizə onların hər birinin şəklini atacağım. İstəsəniz belə bölüşə də bilərəm ekranı, axırda göstərim. Instagram səhifəniz necədir? Instagram səhifəmi mən bu il açanda hardasa 898 izləm vardı. Artıq 10K-ya yaxınlaşır. Aktiv işlətmək lazımdır. Fəzə fiqurlarında maraqlı oyunlar çıxır. Ən çox dəhşət, çox qəşəng oyunlar çıxar fəzə fiqurlarından. Onu da hər hansısa bir müəllimdə görmüşdüm. Çox gözəl oyunlar etmişdi. Çalışın ki, kurikulum kitabını açdınız, ona baxın, amma o üsulun eynisini etməyin də. Siz özünüzdən daha da yaradıcı üsullar. Bayaq mən dedim, mən kiməm üsulunu çevirdim, Azərbaycan dilində elədim. Bəzən yoldaşlar deyir ki, axı müəllim, mən kiməm üsulu ədəbiyyatda olur. Buraya yazır Mirzə Ələkbər Sabir, şagirdlər sual verir, Sabiri tapmalıdır. Amma mən onu necə Azərbaycan dilində tətbiq elədim? Siz də o cür eləyin də. Məsələn, elə bayaq yazdığım kimi gizli rəqəmi tap. Riyaziyyatda onu da eləyə bilərsiniz. Arxaya bir dənə düstur yaza bilərsiniz. Şagirdlər həmin düsturu tapa bilərlər. Həyatdan real nümunələrlə riyaziyyatı əlaqələndirəndə maraqlı olur. Bəli, demək olar ki, riyaziyyat elə bizim həyatımızda inteqrasiyanı real həyatla qursaq, fənüstü qursaq çox maraqlı olacaqdır. Yəqin indi bilirsiniz də, artıq fənüstü inteqrasiyada da bəzi dəyişikliklər mövcuddur. Çox ciddi dəyişikliklər. Bilmirəm, bu kurikulumu da çox dəyişdirə aparırlar, hara gedəcək. Instagram səhifəmin adı da nərmin.məmmədli06-da. Suallar bitdisə, mən sizə həmin proqramları göstərmək istəyirəm. Baxın, burada birinci proqram var. Bu proqramla mən ən çox istifadə edirəm. Baxın, bu proqram var. Gördünüz? Bunu işarə edin. Bu proqramla siz videolar çəkib YouTube-a yerləşdirə bilərsiniz. Bu proqramın işləmə qaydasını da sizə başa sala bilərəm. Daha sonra YouTube-da da videolar çəkirsiniz və YouTube-u işlədəndən sonra YouTube üçün bunu da açmalısınız. Artıq sizin videolarınıza gələn şərhləri burada rahatlıqla görə bilirsiniz. Analizdir bu. Analiz edə bilirsiniz. Və ən çox istifadə elədiyim PDF proqramı isə budur. Çox gözəldir, çox möhtəşəm proqramdır. Bundan istifadə edə bilərsiniz. Riyaziyyat mənim, onlar hansı proqramı göstərdim proqramı. Sınaq dərsini mən əsasən 2 dərs eləyirəm ki, çünki mən uşağı qavramalıyam, uşaq da məni qavramalıdır. Bir-birimizi qarşılıqlı şəkildə başa düşməliyik.
Yəni valideynlərə də buradan səslənirəm ki, elə müəllimən yanına hazırlığa qoydum. Yəni birinci bir qoyun müəllim sınaq dərs eləsin. Ondan sonra müəllimə görün uşaq alışır yoxsa yox. Nərmin.Məmmədli 06. Xoş gəldin Minə. Minə bu arada mənim şagirdimdir. Suallar bitdimi? Başqa sual var? İstəyirsiniz növbəti təlim? Maraqlı bir təlim edək. İstəyirsinizsə yazın, həvəslənib növbəti təlimi də edərəm sizlər üçün, amma may ayında. Çox sağ olun. Allah razı olsun. Hansı mövzuda istəyirsiniz? Mənə çünki maraqlıdır sizin fikirləriniz ki, hansı mövzuda istəyirsinizsə o mövzuya xüsusilə toxunaram. Hansı mövzu istəyərdiniz? Onu da yazın son olaraq. Və burada çoxu tələbədir. Mən o qədər inanıram ki, sizin hər biriniz müasir müəllim olacaqsınız. Yenə də deyirəm, müasir müəllim odur ki, biliyini bölüşməyi bacarsın, paxıllıq etməsin. Hətta bizdə bir yaşı məndən çox böyükdür, 20-30 yaş məndən böyükdür. Həmişə deyirəm, həmin müəllimin iş üsulları o qədər maraqlı olur ki, çox sağ olsun, hər zaman bölüşür. Deyirəm, ay müəllim, mənim dərsim budur. Sizcə hansı iş üsulunu eləsəm daha maraqlı olar? Yəni, bir-birimizlə o qədər gözəl birlikdir ki, yəni o mənə, mən ona belə iş üsulunu deyirik. Yəni 60 yaşı var müəllimin silahlar haqqında bir mövzu keçir. Deyib silahı gətirib, özü silah düzəldir, silahların iç hissəsini parçalayır. Yəni uşaq necə bu dərsi sevməsin? iPhone-da müəllimə dərsin ekran kaydı. iPhone özü yazır da ekranda, həm səsi yazır. Yəni orada səs açmalısınız siz. Öz proqramı daha gözəl yazır iPhone-un. Onlayn hazırlıqla bağlı olan mövzu. Müəllimin həyatında suni deyəsən o təlim olmuşdu suni intellekt haqqında. Doğrudur, onlayn və ənənəvi hazırlıq çox gözəl mövzudur. Buna toxuna bilərəm əslində, onlayn və ənənəvi hazırlıq. Çünki valideynləri də çox düşünürüm. Əla mövzudur, çox sağ olun. Sinifin idarə edilməsi konkret situasiya nümunələri ilə. Bu da yaxşıdır, sinifin idarə edilməsi. Ümumi sinifin idarə, daha çox sinifin idarə olunması haqqında gəlir. İnanırsınız mənim sinifimdə necə səssizlik olur, yəni bu qədər mədəni şəkildə biri-birinin sözünü kəsmir. Çünki biz artıq onu ilin əvvəlindən danışmışıq. Hətta mən ilk dərsə girəndə gəlirdilər KSG yazanda. Müəllimə, ayın tarixini yazırıq, müəllimə, bu günə yazırıq, müəllimə, dəqiqə başda ayaq yoluna icazə istəyirəm. Müəllimə biraz səsini qaldıranda uşaq küsürdü, ağlayırdı və mən hər birini, istər oğlanlar olsun, qızlar olsun, dəfələrlə danışıq keçirmişəm onlarla. İndi sanki çox ağıllıdırlar. Yəni, həqiqətən də gərək siz onları görəsiniz. Və mənim sinifimin bütün müəllimlərin dilindədir. Deyirlər, müəllim, çox gözəldir. Yəni, bu uşaqları yetişdirmişsiniz. Yəni, müəllim çalışmalıdır ilin əvvəlindən həmin uşaqlarla işləsin. Meet və Zoom-u yazmır, müəllimə görüntü var, səs yox. Bəli, ola bilər bəzi problemlər. Mən yenə də burada müəllimlər və valideynlər var. Onlara məsləhətim odur ki, çox xahiş edirəm, şagirdlərdə oxuyub anlamanı yaxşılaşdıraq, onlara bədii əsərlər verin. Mən gedirəm, oturam kitabxanada dərs çalışıram. Müəllim olsam da hər gün dərs çalışıram. Görmürəm ki, bir uşaq gəlsin kitabxanadan kitab götürsün. Yəni, bunu xahiş edirəm sizdən. Çox-çox uşaqları kitaba yönəldin. Telefonu onlardan alın, məhv edəcək onları. Ancaq savad üçün, onlayn dərs üçün, təhsil üçün verilənlərlə. Başqa sual var, yoxsa yekunlaşdıraq? Salam, hər vaxtınız xeyir. Mən gec qoşulmuşam, 15 dəqiqə qalmış işim var idi. Mən də özüm də müəllim işləyirəm. Sadəcə bəzən suallar olur, insanda formalaşır. Bu uşaqların məsələn dərsə daha aktiv cəlb olunması, yəni bəzi şagirdlər məsələn dərsdən kənarda qala bilər, ya əlavə məsələn, yəni diqqəti dərsə yönəltmək biraz çətin olur da, bəzi şuluq dəcəl uşaqlar olur məsələn.
dərsə qoşulmaq istəmir, boş işlərlə məşğul olurlar. Bəzən onlarla necə eləmək olar ki, onlar dərsə qoşulsunlar, adaptasiya olsunlar bir növ. Yəni özünü göstərməyə çalışır nədəsə, amma belə boş işlərdə göstərməyə çalışır da bəzən fərqlənmək istəyir uşaqlardan, istəyir diqqəti üzərinə çəksin və dərs pozulsun. Yəni onun üzərində necə iş aparırsınız? Mən bu haqda demək istərdim ki, bəzən şagirdlər bunu niyə edir? Müəllimin diqqətini çəkmək üçün edir, güc tətbiq edə bilər. Məsələn, mənim bir şagirdim var idi, hələ dərs ili yeni başlamışdı və bu da ilin ortasında gəldi, noyabr ayında. Yəni ondan nümunə gətirəcəm sizə. Bu şagird gələndə sinif o qədər gözəl nizam-intizamla qurulmuşdu ki, bu şagird mənim sinifimdədir və şagirdi ümumiyyətlə bütün sinifi pozurdu. Mən gəlirdim sinifə, gördüm ki, uşaqlar onun qolundan tutub koridor o yana sürüyürlər, bu tərəfə sürüyürlər. Gedirdim, gəlirdim, paltarı cırılıb, şalvarı cırılıb, döyüşdən gəlir. Yəni bu cür şagirdlər nə üçündür? Yeni gəlibdir və sinifdə istər-istəməz uşaqlar ona yaxın durmur. Biz özümüz görmürük ya onu, amma uşaqlar onlara gizli bullying edirlər. Biz birinci uşaqlar arasındakı münasibətləri düzəltməliyik, sonra şagirdi dərsə cəlb etməliyik. Ola bilər ki, şagird yeni gəlib deyə güc tətbiq edir. Kimsə vurur ki, müəllimin diqqətini cəlb eləsin və yaxud da ki, digər uşaqla dalaşır, sinifdə dəcəl edir, arxaya dönür danışır, müəllimin diqqətini cəlb eləmək üçün. Həmin şagirdi keçirirsiniz qabağa. Mən də belə bir sinifdə belə bir prosedur qurmuşam ki, mənim qabağım olan parta cəza partasıdır. Hər hansısa bir şagird səs saldısa 3 gün tənəffüsdən xaric olunur, oturur qabağımda. Ondan sonra elə qəşəng düzəlir. Yəni biz birinci dərsə cəlb etmək üçün birinci onu düzəltməliyik, xarakterin üzərində işləməliyik, sonra artıq dərsə cəlb edə bilərik. Yoxsa biz o dalaşqan uşaqdırsa, biz onu çətin yığaq. Çox sağ olun. Siz sağ olun. Başqa sual var? Kimin sualı varsa versin. Yenə bir sualım gəldi, ağlıma sual gəldi. Evet, buyurun. Adınız necə oldu? Təbriz Ağaverdiyev. Təbrizdən. Buyurun, Təbriz müəllim. Bu elə bir ki, formatı qiymətləndirmə olur. Uşaqlar bəzən tapşırıqlara yazmırlar. Arada məsələn yoxlamayanda məsuliyyətsiz deyirlər də. Siz hər gün uşaqların tapşırıqlarını yoxlayırsınız, bir-bir yoxsa ümumiyyətlə vaxt çatdıra bilirsiniz onlara? Necə eləyirsiniz məsələn? Bayaq hibrid dərs haqqında danışdım sizə. Bilmirəm burada yox. Yox, burada deyil. Dedim ki, hibrid dərsdən ona görə istifadə edirəm ki, 45 dəqiqə mənə bəs eləmir. Yəni hibrid dərs ona görə ki, YouTube-dan mən dərsləri onlara yollayıram. 45 dəqiqə artıq onların başının üstündə durub tapşırıq yoxlayıram. Bəli, vaxt çatmır. Biz necə eləməliyik? Sinifdə yaxşı oxuyan bir şagird olsun. Çıxarırsınız lövhəyə və yaxud da bir şagirdin tapşırığını siz yoxlayırsınız. Hə, hamısı düz və səhv. Şagirdə deyirsiniz, çıx lövhədə yoxladığın tapşırığın düzgün formatını yaz. Artıq o yazdıqda siz partaların arasında gəzəcəksiniz. Uşaqlar orada lövhədə yazılanı yoxlayacaqlar. Bəs burada proyektor əsas önəmlidir də. Proyektor olanda siz qoşarsınız ora proyektoru. Bir izah eləyəcəksiniz, şagirdlər avtomatik yoxlayacaqlar. Yoxsa daha o dönəm Bəli, şərait yoxdur. Məktəbdə şərait yoxdur. Bəli, köhnə məktəbdə işləyirəm məsələn. Təzə gəlmişəm bu məktəbə 7-8 aydır. Yəni şəraitli məktəbdən şəraitsiz məktəbə gələndə ümumiyyətlə ağır olur. Yəni, adi sıradan şəraitdən söhbət gedir. Yəni parta, nə bilim, stol, otağın dizaynı falan adi sadə bir şey yoxdur da. Yəni müəllim orada artıq əziyyət çəkir. Məsələn, qrup işləri təşkil etmək istəyirsən, məcbur başqa sinifə aparmalısan. Və yaxud proyektor aparatı bir dənədir. Məsələn, hər sinifdə olsa artıq müəllim rahat olar da. Necə ibtidai sinif müəllimidir. Məsələn, ancaq özü məşğul olur, çətinlik çəkmir. Amma yuxarı siniflərdə o təşkil etmək çətindir. Yəni o əgər qrup işi falan olsa, məncə uşaqlar daha adaptasiya olar dərsə. Məsələn, bir dənə o adi Vaqif əsərini mən 7-ci siniflərə vermişdim. O həvəs göstərdilər, başladılar oynamağa da. Amma insanın özünə də maraqlı gəlir ki, uşaqlar görsən necə aktyorluq eləyə bilirlər yoxsa yox. Yəni görür yuxarı sinifdə edirlər. Deyir müəllim, mənim də marağım var, mən edə bilərəm bundan. Hə, deyirəm biraz əsəri verirəm, rollar üzrə bölürəm, oynayırlar. Məsələn, elə şərait olsa daha yaxşı olar. Yəni indi bəzi şeyləri mən elə bir ki, aktual olan problemləri danışıram da burada. Elə bir ki, ehtiyac olan cəhətlər var, amma onlar tapılmır biraz məktəbdə. Yəni biraz onlar sıxıntı olur bəzən. Bəli, mən sizi başa düşürəm. Mən bayaq ümumiyyətlə müəllimlərlə danışanda belə bir şey dedim ki,
Siz birinci müasir müəllim olmaq istəyirsinizmi? Müasir müəllim olmaq qazanc gütmək deyil də, biraz da biz əlimizi cibimizə atmalıyıq və siz Evet. dediyiniz kimi şəraitsiz yerdə işləyirsiniz və orada uşaqların ümumiyyətlə test almağa da imkanı yoxdur. Bir dənə proyektor almaqla siz artıq həmin şagirdlərin hər birini xoşbəxt edəcəksiniz və metrəsi 6 manatdır, baha deyil. Qara pərdələr alırsınız, pəncərəyə vurursunuz və siz həmin sinifi ağarda da bilərsiniz. Yəni o qədər də büdcə çıxmayacaq. Ən azından bir dəfə həmin uşaqları xoşbəxt eləmək olar. Çünki deyirsiniz, şəraitsiz məktəbdə işləmişəm. İnanın mən elə yerlərdən gəlmişəm ki, bir sinifdən o biri sinifə gedəndə Evet. başıma qanı belə tuturdum ki, yağış vurmasın. Ümumiyyətlə koridor bizdə deyilən şey yox idi. Amma yenə də Hı. həmin yerlərdə şəraiti yaratmaq bizim əlimizdədir. İstəsək yarada bilərik. Biraz necə şərait? Sinifin həcmi, o proyektor problemi oldu, həll eləmək olar onu. Kompüter gətirirəm. Proyektorda sizə adam nəsə eləmək istəyir, uşaqlar üçün. Görürsünüz, uşaqlar həvəsi var. Sadəcə bu sinifin həcmi məsələn, təsəvvür edin, bir sinifdə 26 uşaq oxuyur. Yəni elə yer olur ki, məsələn, sıxa-sıx otururlar da, orada necə cür qrup işi təşkil etmək olar ki? İndi deyirəm, mənimlə asıl deyil, bu problemi burada işıqlandırırsan da o həll olunan deyil. Zaten o mənim qüvvəmdə deyil o problem. Mən əgər səlahiyyətimdə olsaydı o həll edərdim. Çətin deyil əslində. Biraz pul lazımdır da genişləndirmək üçün otaqları, yəni yeni məktəb üçün. Nə bilim şikayət olunur falan, bəzən neçə dəfə şikayət olunur, bu 20 ilə yaxındır, amma gəlib məsələn baxmırlar da, təmir eləmirlər, yeni məktəb tikmirlər. Halbuki ərazisi xeyli genişdir. Məsələn, orada qəşəng bir məktəb tikmək olar. Meydança salmaq olar, nə bilim idman meydançası ola bilər. Boş vaxtlarını orada uşaqlar dəyərləndirə bilərlər də. Orada tənəffüsdə çıxırlar, adətən futbol oynayırlar. Bir enerjiləri ora sərf olunur. Nəsə öyrənə bilərlər də ən azından. Yəni maraqlı keçsin də dərs və yaxud məsələn bir səhnə oynanılması üçün məsələn aktyorluq eləmək üçün məsələn müəyyən bir yer ola bilər, səhnə yerləri ola bilər, ədəbiyyatçılıqda bir orada səhnədə müəyyən rollar oynaya bilərlər. Nəsə onlar elə bir ki, mövzuları daha yaxşı mənimsəyirlər, nəinki əzbərçiliklə, yəni. Mən əzbərçiliyə özüm qarşıyam. Belə qrup işləri falan verəndə onlara deyirəm ki, ancaq fikir irəli sürün, nitqiniz inkişaf eləsin. Yəni o əzbərçilik dövrü artıq geridə qalıb da. Belə olsa, hə, Bəli. insan müəllimin özünə də maraqlı gələr ki, mən dərsimi maraqlı keçim, sabah dərsim var tutaq ki, bu üsuldan istifadə edeyim, uşaqların dərsə cəlb edeyim. Yəni biz də düz əlimizdən gələn eləyirik, çətin də olsa. Neyini də qismət belədir. Yenə çox sağ Mən də belə olun. bir şərait görərdim sizə ki, ümumiyyətlə havalar da qəşəng istiləşir. Qəşəng bir dənə xalça gətirsinlər ki, gedin həyətdə 4 dənə xalça açın, qrupu da 4 yerə bölün, keçin. Yəni hər şeyə, yəni Çarə problem var. var, səbəbləri də var da. Yəni biz o səbəbləri həll etməliyik, problemi həll etməyi bacarmalıyıq. Yəni həqiqətən deyirəm, Düzdür. müasir müəllim hər tərəfli baxsa problemə, inanın ki, onu həll edəcək. Hər tərəfli gərək baxaq, çıxış yolu. Yəni tənqidi yanaşmalıyıq həmin problemə. Yaradıcı yanaşmalıyıq. Düzdür. Kurikulumda olduğu kimi. Bəli. Yenə hər tərəfdən kurikulum çıxır. Yox, bir tərəfdən yaxşıdır, kurikulumun yaxşı cəhətləri çoxdur, amma bir dənə bu şərait olsaydı lap əla Bəli. olardı da. Bütün üsulları Təsdiq tətbiq eləmək olardı orada. Bəli, Məsələn, bəli. akvarium üsulu da adicə orada məsələn mən necə tətbiq edim akvariumun, o xarici dairə, daxili dairə, o sinifin həcmi böyük olmalıdır. Yəni adicə qruplara bölmək biraz çətin olur. Yəni adicə Düzdür. qrup işini mən başqa sinifdə keçmişəm, o açıq dərsi yaxşı da alınıb, sadəcə yəni istəmişəm ki, həmişə belə qrup işi olsun da. Çünki görürəm ki, uşaqların həddindən artıq marağı var da. Bəzən deyirlər uşaqlar nə oxumur şeydə, amma uşaqlarla məşğul olanda görürsən ki, nəsə çıxır da onlardan. Çünki uşaqların kənddə uşaqların ümumiyyətlə həvəsi var oxumağa, belə həvəs göstərirlər. Adamdan elə bir tələb edirlər, adam da xoşuna gəlir ki, uşaq məndən nəsə istəyir, mən ona çatdırım da, borcumdur mənim. Uşağın da həvəsi olur biraz. Yəni İnşallah o yaxın illərdə düzələr deyə düşünürəm. Biz də əlimizdən gələni edirik də yavaş-yavaş. Belə. İnşallah. Xeyirli, inşallah. Yeni bir Yəni sual çox sağ var. olun. Siz sağ olun suallarınız üçün. Bəli, bizim müəllimlər otağımız yoxdur, amma biz özümüz bir sinifi seçkilərdə olan kəsmələr ilə otaq düzəltmişik. Bəli, mən bir il bir məktəbdə işləmişəm. Orada da müəllimlər otağı yox idi. Özümüz özümüzə otaq düzəltdik. Bəli. Halaldır sizə. Başqa sual var? Kənan nəzərli əl qaldırıb. Deyəsən sən mənim şagirdimsən Kənan, hə?
Siz sağ olun, qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Belə görürəm ki, artıq suallar yoxdur. İnşallah növbəti aylarda yeni bir təlimdə təşkil edərik. Sağ olun, salamat qalın. Sağ olun müəllim. Sağ olun. Sağ olun.